Sevgi xanım, biz necə eləyək ki, insanlar bunu maneə kimi görməsin aliment ödəməyə, qisas mənbəyi kimi görməsin. Bunu sadəcə uşağımdır, borc kimi də görməsin. Sadəcə olaraq bu mənim uşağım, mən bunu eləməliyəm kimi. Yəni borc deyil, bunu sevgi ilə Almaz xanım demişkən. Bax, bunu necə təlqin eləyək? İlk öncə bayaq Almaz xanım deyəsən bildirmişdi ki, qınanılsa bunun qarşısını ala bilərik boşanmalardan. Bu, əgər qınanılaraq düzəlsəydi, bugünə kimi bu bir çox medialarda və s. çox aktuallaşıb, amma təəssüf ki, qarşısı alınmır və beynimizin də belə bir funksiyası var ki, inkarı qəbul eləmir. Əksinə, mənfini danışdıqca və yaxud qınaldıqca onu daha da artırmış oluruq. Heç bir halda qınanılmaq buna çarə deyil və yaxud əngəllər qoymaq. Burada ilk öncə insanlar fərqində olmalıdır öz məsuliyyətlərinin, özlərinin. Bu uşaqla bağlı bu əslində etdiyi o maddi olaraq alimentin maddi deyil də sadəcə mən daim övladımın yanındayam, onun sevgimi, dəyərimi verirəm kimi qəbul etsə, bu həm övlada yaxşı təsir eləyəcək, həm də ki, o insanın özünlə bağlı olan münasibətlərinə yaxşı təsir eləyəcək. Və düşünürəm ki, fərqindəliyi artırıb daha çox bu barədə mövzulara toxunsaq, insanlara özünün düşüncələrinin və yaxud yaşayış tərzlərinin nələrə gətirib çıxardığına aydınlanmalar gəlsə ancaq bunun qarşısını ala bilərik. Bəli. Heç bir halda qınanılma, qadağalar qoyma, əgər qadağalar qoyma çarə olsaydı, misal üçün bugün həbsdə olanlar heç bir halda o qadağalara düşməzdilər. Amma bu gördüyümüz kimi günü-gündən çoxalmaq